Gəlin Sumqayıt Futbol Klubunun stadionundakı o məşhur narazılıqlara və klubun rəsmi cavabına bir nəzər salıq. Yəqin ki, son vaxtlar sosial şəbəkələrdə görmüsünüz, Mehdi Hüseynzadə adına Sumqayıt stadionundakı oyunlardan sonra azarkeşlər sıxlıq və təmizlikdən şikayətlənirlər. İndi isə klubun mətbuat katibi Zaur Xudiyev çıxıb bu məsələlərə aydınlıq gətirib. Deməli, birinci məsələ sıxlıq. Klub bu problemi qəbul edir və deyir ki, təhlükəsizlik tədbirləri görürük. Yəni, hər oyundan əvvəl azarkeş sayına görə planlama aparılır, polis nəzarəti təşkil edilir, hətta stadionun qapıları 1 saat tez açılır ki, hamı rahat içəri girə bilsin. Yəni, deyirlər ki, bir nəfər belə narazı qalsa, bu bizim üçün önəmlidir. İkincisi, gəldik təmizlik məsələsinə. Bax, burada klubun mövqeyi tamamilə fərqlidir. Onlar məsuliyyəti birbaşa, bəli, azarkeşlərin öz üzərinə atır. İddia edirlər ki, sanitar qovşaqlardakı natəmizliyə səbəb elə azarkeşlərin öz davranışıdır. Hətta belə bir arqumentləri var ki, 90 dəqiqə ərzində bütün tualetləri necə təmiz saxlayaq axı. Və nəhayət, klub azarkeşlərə müraciət edir. Çox sadə bir xahişləri var. Oyunlara vaxtında gəlin, yerlərinizi əvvəlcədən tutun və bizim gördüyümüz işlərə anlayışla yanaşın. Çünki bu, həm sizin özünüzün, həm də komandanın rahatlığı üçün çox vacibdir. Bir sözlə, klub sıxlığın idarə olunduğunu deyir, amma təmizlik probleminin bütün məsuliyyətini azarkeşlərin özündə görür.